Herkese YouTube kanalımdan yenidən salam. Bizi izlədiyiniz üçün, bəyəndiyiniz üçün və xoş geri dönüşləriniz üçün təşəkkür edim. İlk öncə başlamamışdan əvvəl bugün yeni bir mövzuya toxunuruq. Daha çox təkrar demişkən bu seri uşaqlardan danışacağıq, amma ilk öncə gəlin ailə dəyərlərindən danışaq biraz. Niyə boşanmaların sayı artıb? Niyə çox sevdiyimiz insanla bir ildən sonra şiddətli keçimsizliklə boşanırıq? Salam Aydan. Salam Zərifə. Hər vaxtın xeyir. Ailə dəyərlərindən danışsaq, niyə boşanmaların sayı bu qədər çox artıb? Niyə bir il əvvəl sevdiyimiz, dərdindən öldüyümüz insandan bir il sonra deyirik ki, boşanıram, mən dözə bilmədim. Çünki anlıq olan o duyğusal yenilmə. Bəli. O duyğusallığa artıq düşürük, təslim oluruq. Və mən hər zaman pasientlərimə də məsləhət görürəm, eyni zamanda izləyicilərimə də məsləhət görürəm ki, çox sevdiyiniz an evlənməyin. Çünki çox sevdiyiniz an məntiq işləmir, emosional olaraq qərar veririk, onsuz yaşaya bilmərəm duyğusuna qapılırıq və evlənirik. Və bir müddətdən sonra artıq gerçəkləri görürük, səhvlərini görürük. Bəzən elə davranışları sərgilənir ki, o davranışlara biz bir növ qıcıq oluruq və qıcıq olduğumuz üçün dözmürük və uşaqlıqdan da bizə seçim haqqı verirlər. Ya onu seç, ya bunu seç deyərək ya ayrılmağı seçirik, ya da o münasibətdə uşaqlara görə, uşaq yoxdursa özümüzə görə, gələcək yerimizin olmadığına görə dözüb qalmağı seçirik. Burada artıq ailə dəyərlərindən çox danışmışıq, sevgililik münasibətindən, münasibətlərdəki olan çətinliklərdən, problemlərdən. Mən bugün boşanma haqqında danışacağam daha çox. Bu özü belə bir qərardır və özü belə bir ayrıca bir mövzudur. Çünki hər insan dost olaraq ayrılmağı bilmir. Hər insan davasız, şavasız ayrılmağı bilmir. Bəzən bura uşaqlar daxil olur, bəzən bura ailələr daxil olur, böyüklər daxil olur və sanki bir insandan deyil, bir nəsildən ayrılırıq. Və buna görə də hərəsinə bir cür səbəblər deyirik, hərəsi ilə ayrı-ayrılıqda danışırıq. Uzun bir prosesə gəlir çıxır. Yəni xarici ölkələrə baxın, hər iki tərəf də oturur, danışır ki, mən sənin bu səhvini gördüm, mən səndə bunu hiss etdim və yaxud da ki, indiyə qədər sevirdim, artıq sənə qarşı heç bir hissim yoxdur. Gəl anlaşaraq bu münasibəti bitirək, dost qalaq, ayrı evlərə çıxaq. Münasibətimiz davam etsin, amma sevgi münasibətimiz deyil. Bu şəkildə ayrılırlar və çox sadədir. Bir gün, 2 gün içərisində bir qərar alınır, amma bir həftəyə qədər boşanırlar. Amma bizdə 6 aylarla, 1 illərlə, 5 illə bu get-gəlli münasibətlər davam edir. Bir dəfə oğlanın atası danışır, bir dəfə qızın atası gəlir, danışığa keçir. Kənardan təzyiqlər olur ki, qızım otur döz, ər evidir, hər zaman belə olur və s. Artıq o qadın o boşanma müddətini çox qlobal stresslərlə keçirdir. Uşaqlar varsa psixoloji travma alır həmin o uşaqlar və boşandıqdan sonra artıq həmin o bəyin və yaxud da ki, qadının səhhətində müəyyən problemlər olur. Hamısı stressdən, duyğunu basdırmaqdan, özünü ifadə etməkdən, bəzən özünü ifadə etməkdə çətinlik çəkməkdən və bu da gəlir çıxır boşanmanın fəsadlarına. Və buna görə də deyirəm ki, əgər o səhhətində o problemlər yaranacaqdırsa, ondan sonra elə oturub orada o evdə dözməyi seçərdim. Bu təəssüf ki, yanlış bir seçimdir. Birinci növbədə boşanmanı biz seçim sırasından çıxartmalıyıq. Yəni boşanma bizim üçün bir seçim olmamalıdır. Bəzən burada mütəxəssislər yanlış dəyərləndirmə edir. Məsələn, konsultasiyaya pasiyent gəlir, deyir, ona bir seçim verirsə əgər psixoloq ki, ya ayrılacaqsan, ya davam edəcəksən, artıq qarşı tərəf problemi həll etməkdən daha çox onu bitirməyi seçir. Necə ki, münasibətlərimizdə belədir. Adi sevgililik münasibətini götürək. O problemi həll etməkdən daha çox çıxıb getməyi, ayrılmağı biz çıxış yolu olaraq görürük və uşaqlıqdan bizə seçim haqqı verildiyinə görə, seçim sunulduğuna görə biz ikisindən birini seçirdik daima. Və ona görə də bugünkü münasibətlərimizdə də bu öz təzahürünü tapır, özünü göstərir. Əgər biz
o dəryanın içərisindən o bir vedrə suyu çıxarıb seçim etməkdənsə, o dəryaya baş vurmalıyıq. Mütləq ki, orada başqa seçimlər də var. Başqa göz ardı etdiyimiz məqamlar da var, görmədiyimiz məqamlar da var. Və o gördüyümüz məqamlara görə bəzən boşanmadan əl də çəkə bilərik. Və o vaxtın insanları deyirdi ki, gedəcəksən oradan ölün çıxacaq. Bugünün valideynləri deyir ki, get, biraz gördün ki, anlaşmırsansa, gəl, qapım açıqdır. Və buna görə də qadın və kişi öz evinin içərisində bir kök sala bilmir. Hər problemdən qaçış yolunu seçməyi seçir və buna görə də münasibətlərin əksəriyyəti çox adi anlaşılmazlığa görə bəzən boşanma ilə nəticələnir. Burada təbii ki, hər zaman deyilir ki, boşanmada qadın daha çox emosional olduğu üçün o bitkin hala gəlir. Hər iki tərəfə də eyni şəkildə təsir göstərir. Tezliyi, gecliyi var. Kişilərdə daha çox məntiq olduğuna görə, məntiqsel davrandıqlarına görə bunu bir müddətdən sonra başa düşürlər ki, ayrıldılar, yeni bir həyata qədəm qoydular. Bəlkə də bir-birlərinin qədrini o dönəmdən sonra bilirlər. Qadın amma daha çox emosional olduğu üçün boşanma əsnasında valideynə bir söz deyir, uşağına başqa cür başa salmağa çalışır, qaynanasına, qaynatasına qarşı bir özünü müdafiəyə keçir və buna görə yorğun hala gəldiyinə görə onlar daha çox bu dönəmi emosional şəkildə atlatırlar. Psixoloji depressiyaya düşürlər, ağlayırlar, özlərini intihar səviyyəsinə qədər gəlib çıxır. Hələ bir tərəfdən biri ayrılmaq istəmirsə, bu daha çox istirablı hala gəlir, belə deyək. Amma burada uşaqlar da təbii ki, o travmanı yaşayırlar. Bəzən psixoloqların dediyi bir söz də var ki, o uşaq orada o travmanı yaşamaqdansa bir dəfə travma yaşaması daha yaxşıdır. Amma baxır necə bir münasibətdə. Əgər hər iki tərəf də valideynliyini bacarırsa, amma öz aralarında anlaşa bilmirlərsə, bu zaman uşaq az travma yaşayır. Yox, əgər uşaq daima görür ki, ana, ata bir-birinə təhqir edir, olmazın sözlərini deyir, o ona qab-qacaq atır, bu buna stol atır. Bu şəkildə bir evin içərisində böyüyürsə, təbii ki, bu zaman uşaq elə bir dəfə travma alsa daha yaxşıdır. Bəs bu zaman boşanmalı uşaqlara necə izah etməlidir həmin valideynlər? Bizdə boşanma problemi yoxdur. Bizdə evlənmə problemi var. Mən niyə ailə qururam bilmirəmsə, mən niyə boşandığımı da bilmirəm. Mən o ailəni yaşım keçir deyə qururamsa, anam, atam rəhmətə gedəcək ona görə qururamsa, evdə qabımı yuyacaq, paltarımı yuyacaq bir xanımın olmasını istəyirəm, buna görə ailə qururamsa, uşaq sahibi olmaq istəyirəm deyə ailə qururamsa, bu insan pullu insandır, varlı insandır, keçimim yaxşı olacaq deyə ailə qururamsa, mən niyə boşanmanı da bilməyəcəm. Bugün bizdə boşanma problemləri yoxdur. Mən əgər evlənmə problemi ilə evlənirəmsə, sırf ətrafımdakı insanlara görə, anam, atama görə, onlar xoşbəxt olsun deyə, yaşım keçir deyə ailə qururamsa, bu zaman o evdə ailə ola bilməyəcəm. Bir evin içərisində 2 nəfər, 3 nəfər qalacaq, amma o ev ailə olmayacaq. Buna görə yaşım keçir deyə evlənməməliyəm. Anam, atam üzülməsin deyə evlənməməliyəm. Bəzən təklik belə anamızı, atamızı çox xoşbəxt edə bilər. Nəinki hər dəfəsində gəlib bizi ayıracaqlarsa, hər dəfəsində onlara bir problem yaşadacamsa, ondansa tək halımla onları xoşbəxt etməyə çabalamalıyam. Və bu təbii ki, bizim uşaqlarımıza da təsir göstərir. Ailə qurmaq bir məsuliyyətdir. Sən ilk öncə özün özündə ailə olmalısan. Tək bir fərd olmalısan. Fərd olaraq ailə olmalısan ki, daha sonrasında qarşı tərəflə də bir ailə olmağı bacarasan. Ailə qurmaq bir səbr işidir. Ailə qurmaq iki dünyanın birləşməsidir. Necə ki, öz evimizdə öz anamızla belə, hansı ki, biz ondan dünyaya gəlmişik, amma onunla belə bir dava edirəmsə, onunla bir sözüm çəp gəlirsə, deməli, yad bir insanla da sözüm çəp gələ bilər. Elə hər sözüm çəp gəldiyi zaman mən boşanmağı, ayrılmağı, atamın evinə getməyi və yaxud da evi tərk etməyi düşünürəmsə, biz heç bir zaman ailə ola bilmərik. Ailə anlayışı uşaqlıqdan bizə yüklənməlidir. Biz uşaqlıqdan ailənin nə demək olduğunu, ailə olduğun zaman necə hiss edirsən, bunu hiss etməliyik ki, bu hissi getdikcə böyüdə bilək və bunu öz ailəmizə də daşıya bilək. Uşaqlar təbii ki, travma alır və boşanma əsnasında hər iki valideyn də mümkündürsə əgər, hər ikisi də iştirak etməlidir və açıqlamalıdırlar.
Çünki boşanmanı bilən uşaq, məsələn, mən burada qeydlər aparmışam özümdə. 2, 4, 5, 7 və 8, 12 yaşlara bölmüşəm bunu. 2-4 yaşındakı uşaqlarda anlama zəif olduğuna görə boşanmanın səbəbini araşdırmırlar, amma tərk edilmə qorxusu olur. Anam məni tərk edərsə və ya atam məni tərk edərsə, öyrəşdiyi bir mühit var, oyuncaqları var, dostları ola bilər. Bu mühitdən ayrılmaq onları depressiyaya da sala bilər, depressiv hala sala bilər daha doğrusu. Və uşaq artıq burada mən yer tapa bilmirəm, kök sala bilmirəm qorxusunda olur. Və bu da təbii ki, onun sonrakı yaşlarında da özünü göstərəcək. Əgər uşaqda kök salma problemi, ailə dəyərləri ilə bağlı problemin yaşanmasını istəmirsinizsə gələcəkdəki həyatında, ona görə düzgün şəkildə izah olunmalıdır. Anamla atam niyə ayrıldı sualına düzgün şəkildə cavab tapmalıdır. Ata getdi, gələcək və yaxud da ata mənə xəyanət elədi. Atanı uşağın gözündə küçümsəmək olmaz və ya anam mənə bu səhvləri etdi, ona görə ayrıldıq deyərək deyil, hər iki tərəf də bir-birini günahlandırmamalıdır. Biz sevirdik, artıq anlaşmırıq. Davalarımız olur, amma biz hər ikimiz də səni çox sevirik. Mən sənin ananam, mən sənin atanam, mən sənin arxa dayağınam, yenə də yanındayam, hər nə olursa olsun. Bu şəkildə uşağa günahkarlıq hissi vermədən, onun tərk edildiyini düşündürmədən uşağa düzgün şəkildə izah etmək lazımdır. 5-7 yaş isə daha çox özünü günahkar hiss etdiyi yaş dönəmidir. Yəni hər nə olursa olsun, evin içərisində kiçik bir problem olsa belə, uşaq bunu özündən görür ki, mənə görə dava olundu. Mən belə etdim deyə anam, atam dalaşdı düşüncəsində olurlar və buna görə də uşağa günahkarlıq hissini yaşatmadan sən burada günahkar deyilsən. Biz ayrı bir evə çıxacağıq. Məsələn, ana bunu bu şəkildə danışmalıdır. Əvvəlcədən gedib o evi ona gəzdirməlidir. Bağçaya aparıb gəzdirməlidir ki, bax sənin yeni bağçan bura olacaq, məktəbin bura olacaq. Əgər uşağın məktəbini və evini dəyişiriksə, mühitini dəyişiriksə, mümkündürsə çox sevdiyi oyuncaqlar mütləq uşağın yanında olmalıdır. Çünki uşaq tamamilə burada mühitdən, oyuncaqlarından ayrılmamalıdır. Və yenə də həmçinin bayaqki mətn kimi ata sənin yanındadır, hər zaman sənin yanında olacaq. Səninlə birlikdə gəzməyə gedəcəyik. Səninlə ayırdığımız ata-oğul, ata-qız saatlarımız olacaq. Çünki Azərbaycan ailələrində əksəriyyətində uşaq ana ilə qalır deyə bu mətn qurulur. Və sən burada heç bir şəkildə günahkar deyilsən. Biz bir-birimizdən anlaşmırıq, amma səni hər ikimiz də eyni dərəcədə sevirik cümləsini ötürməliyik. 8-12 yaş isə daha çox səbəbinin araşdırıldığı bir dönəmdir. Uşaq daha çox boşanmanın səbəbini araşdırır. Niyə boşandınız? Niyə oturub dözmədin? Bəzən uşaqlar ananı günahkar bilir ki, məni niyə atamdan ayırdın? Heç bir şəkildə, heç bir yaş dönəmində uşaqlara atası haqqında və ya anası haqqında mənfi fikir söylənilməməlidir. Düzgün şəkildə bizim hər ikimizin bir-birimizlə bağlı problemidir. Sənin burada heç bir şəkildə günahın yoxdur. Və sən sadəcə ananın, atanın aldığı qərarlarda bizə dəstəkçi olmalısan. Sən də bizə dəstək göstərməlisən, anlayış göstərməlisən. Bu şəkildə uşağa biraz bir dönəm, bir müddət veririk ki, uşaq həm bunu anlasın səbəbini, həm o dövrə adaptasiya olsun və bu dönəmdə də ana və ata uşağın yanında mütləq olmalıdır. Belə bir hal da baş verir ki, bəzən hər iki valideyn də indi ayrılırsa, uşaq kimdə qalırsa, düzdür, əksər vaxtda anada qalır. Amma atada da qalanda, anada da qalanda valideynlər sanki bir-birlərinə rəqabətə girirlər və uşağı qoymurlar rahat şəkildə digər valideyn görsün. Bəli. Bir gün artıq qalanda uşaq deyir ki, atanı çox istədin, hə? Sən atanın yanında qaldın. Bu şəkildə uşaqlara seçim verilməməlidir. Bayaq da dediyim kimi. Əgər sən uşağa seçim verirsənsə, o uşaq böyüdüyü zaman 18, 20-li, 25-li yaşlarında hər zaman bir seçim olduğunu düşünür. Həyatın bir seçim olduğunu düşünür. Ya ayrılır, ya qalır. Ya onu seçir, ya bunu seçir. Və bəzən də neytral olmaq lazımdır. Bu uşaqlıqdan gələn bir travmadır. Ananın, atanın uşağa verdiyi bir travmadır. Bəs bu zaman tam olaraq o valideynlərə nə demək istəyərdiniz ki, yəni? Birinci növbədə uşaq burada heç bir şəkildə günahkar deyil. Siz burada öz yoldaşınızla bağlı olan problemləri, ona deyə bilmədiyiniz sözləri,
ondan ala bilmədiyiniz hıncını bəzən uşaqlardan alırsınız. Bu çox böyük yanlış bir problemdir, yanlış bir situasiyadır. Uşaq sizin qurbanınız deyil. Ananın ataya qarşı hirsi varsa, atanın anaya qarşı hirsi varsa bunu uşaqdan çıxırıq. Bəzən atasına oxşamış deyirik, bəzən anasına oxşamış deyirik və uşağı bir sanki qarşı tərəfə qarşı bir düşmən mövqeyində böyüdürük. Siz bir vaxtlar bir-birinizi sevmisiniz və ya sevməmisiniz, anlaşmısınız və ya anlaşmamısınız. Bu sizin bir seçim haqqınızdır. Boşanmaq və ya qalmaq bir seçimdir sizin üçün. Boşanmaq əgər sizə yaxşı hiss etdirəcəksə, sizə bəzən özünüzü qaytaracaqsa, özünüz ola biləcəksinizsə, qarşı tərəfin günahlandıraraq, qarşı tərəfə qarşı bir nalayiq sözlərdən istifadə edərək uşaqların yanında, bu zaman uşaqda travma alır. Uşaqda atasına qarşı müəyyən ön yarğı ilə böyüyür və ya anasına qarşı ön yarğı ilə böyüyür və bilin ki, o uşaq da böyüyəndə sizi təqlid edəcək. Anasından, atasından nə görübsə, onu öz ailəsinə də yansıdacaq. Bədbəxt olduğunuzu düşünməyin. Düşünməyin ki, boşanmısınızsa bədbəxtsiz. Bəzən ən gözəl qərarlar, ən böyük özümüzü pis hiss etdiyimiz, hətta bədbəxt hiss etdiyimiz situasiyalarda yaranır. Və buna görə də hər anınıza, yaşadığınız hər anınıza şükür edin ki, ziyanın harasından dönərsən kârdır misaldır. Və övladınızı bunu düşünün ki, siz övladınıza o boşanma dönəmində necə yanaşacaqsınızsa, necə bir yanaşma sərgiləyəcəksinizsə, o yığıb öz ailəsində də bunu göstərəcək. O uşağın da bədbəxt olmasını istəmirsinizsə, düzgün ailə dəyərləri ilə böyüməsini istəyirsinizsə və xoşbəxt bir ailəsinin olmasını istəyirsinizsə, bilin ki, sizin savaşınızın bir parçası olmamalıdır övladınız. Hər iki tərəf də bir-birindən anlaşsın, danışsın. Mən səninlə birlikdə ola bilmirəm, sözümüz bir-birimizin boğazından keçmir, anlaya bilmirik bir-birimizi, dinləyə bilmirik, əvvəl kimi sevgimiz olmayıb. Bu zaman elə ən yaxşı qərar hər iki tərəf də bir-birinə ziyan verməmiş o yoldan dönməsidir. Bugünlük bu qədər deyək, çünki bu mövzu çoxdur. Bugünlük deyək, amma məncə davamı da olsun bunun. Bəli. Növbəti dəfədə bir də valideynlərin həqiqətən də artıq ailə olurlarsa öz aralarında. Misal üçün bəzən boşanırlar, amma burada öz valideynləri belə artıq boşanmaya daxil olur. Çünki biz evlənəndə, nişan alanda belə nəsillə evlənirik. Bəli. Eynilə də necə ki, ana və yaxud da ata uşağı təsir edib qarşı tərəfə getməyə mane olursa, eyni qaydada da həmin o valideynlərin valideynləri də bütün nəsil mane olur ki, getməsin, çox ünsiyyət qurmasın. Nə üçündür bu belə? Bunu da gələn dəfədən izah edərdik. Bəli. Növbəti dəfə də bu olsun. Olduğu zaman təşəkkür edirəm Zəhra xanım. Ümid edirəm izləyicilər üçün də kifayət etdi bəzi məqamlar. Əgər anlaşılmayan bir durum varsa, ağlınızda bir sual formalaşırsa, kommentlərdə qeyd edə bilərsiniz. Suallarınızı gözləyirik, sevərək cavablandıracağıq. Hələlik Zəhra xanım. Hələlik deyək bugünlük. Təşəkkürlər.